Araşdırmalar göstərir ki, insanlar çox vaxt ehtiyaclarına görə deyil, qarşılarına çıxan və diqqətlərini cəlb edən məhsullara görə alış edirlər. Xüsusilə sosial şəbəkələr bu prosesi daha da sürətləndirir. Artıq alış qərarları məntiqdən çox reklama ya da dost-tanış məsləhətinə əsaslanır. Psixoloq İlahə Aslanovanın fikrincə, sosial şəbəkələrdə reklam görüb ehtiyac olmayan məhsulu almaq daha çox emosional qərardır. O bildirir ki, sosial şəbəkədə eyni məhsulu dəfələrlə görmək beyində tanışlıq effekti yaradır və biz bunu daha etibarlı qəbul etməyə başlayırıq. Bu zaman qərar məntiqdən çox hisslər üzərində verilir. Bu da məndə də olmalıdır düşüncəsini formalaşdırır. Həmin o çantanı yox, qəbul olunma istəyini, həmin o telefonu yox, dəyərli olmaq istəyini, həmin o trend məhsulu yox, insanlardan və digərlərindən geri qalmama istəyini almağa çalışırlar. Alış-veriş hissi bizdə həmin anda dopamin hissini qaldırır və böyük bir xoşbəxtlik yaradır. Amma bəs bu xoşbəxtlik hissi davamlıdırmı? Xeyr. Çünki biz ehtiyacımız olanı deyil, həmin anda emosional olaraq boşluğumuzu doldururuq. Görünür, alış qərarları artıq təkcə ehtiyacla ölçülmür. Sosial şəbəkələr və reklam alqoritmləri insanın diqqətini idarə edərək seçimlərinə istiqamət verir. Nəticədə isə planlı büdcə çox vaxt emosional qərarların arxasında qalır. Firuzə Məlikzadə, Vüsal Cəfərov, Xəbər Ertəsi.